Salam, hər vaxtınız xeyir. Bu videoda sizinlə bugün, yəni 13 aprel 2024-cü il tarixində keçirilmiş 9-cu siniflərin buraxılış imtahanı riyaziyyat fənninin suallarına və izahlarına baxacağıq. Birinci suala başlayırıq. Deməli, ilk sual 57-ci sualdır. Deyir ki, düzbucağın uzunluğunu 40%, enini 20% azaltdıqda sahəsi neçə faiz azalar? Deməli, düzbucağın sahə düsturu S bərabərdir A vurulsun B-dir. Yəni, eni vurulsun uzunluğu. Deməli, deyir ki, uzunluğunu 40%, enini 20% azaltdıq. A'dır, uzunluğu olsun A. A'nın 40%-i, yəni A vurulsun 40, bölünsün 100 deməkdir. 10/4, sıfırlar gedir. 0,4 A deməkdir. Deməli, A'nın 40%-i 0,4 A edir. A'nı 40% azaltmaq, yəni A'dan çıxırıq 0,4 A-nı. A'dan A'nın 40%-ni 0,4 A çıxırıq. Edir 0,6 A. Enini 20% azaltdıqda. Eni B'dir. B'nin 20%-i də olacaq deməli B vurulsun 20 bölünsün 100. 10'daki 0,2 B deməkdir. B'nin 20%-i 0,2 B. B'nin 20% azaldırıq. Yəni B'dən 0,2 B-ni çıxırıq. Olur 0,8 B. Sahəsi neçə faiz azalar? Sahə düsturu. Deməli, bu uzunluqdur. Bu da N'dir. Bu cür dəyişdi. Bunları vururuq bir-birinə. 0,6 A vurulsun 0,8 B. Bu deyəcək 0,48 A B. Faizə keçmək üçün, baxın, sahəmiz AB idi. Bunu 100-ə vursam, olur 100 AB. 100 AB. Bunu 100-ə vursam, olacaq 48 AB. Deməli, birbaşa faizə keçirəm də. Faizə keçmək üçün 100-ə vurduq. Bu 100 AB idi, düşüb 48 AB-yə. Neçə faiz azalıbdır? 100-dən çıxıram 48-ini, edir 52% azalmış olur. Sahə 100 idi, oldu 48, 52% azaldı. 58. Kubun telini 2 dəfə azaltdıqda həcm necə dəyişər? Neçə dəfə azalar? Kubun həcm düsturu V bərabərdir A kubudur. V A ilə kub asılıdır. Yəni, A tildir. A-nı 2 dəfə azaltdıqda 2-nin kubu A 2 dəfə azalırsa, A 2 dəfə azalırsa, həcm 2-nin kubu. 2-nin kubu nə edir? 2 vur 2 vur 2. Yəni, 8 dəfə azalmış olur. Həcm 8 dəfə azalmış olur. 8 dəfə. Burada olacaq A variantı. Və A ilə kub asılıdır. Yəni, A necə dəyişirsə, həcm onun kubu dəfə dəyişir. Yəni, 2 dəfə azalırsa, 2-nin kubu 8 dəfə azalır. 3 dəfə artırsa, 3-ün kubu 27 dəfə artacaq. Yəni, bu şəkildə A variantı. 59. AOB açıq bucaqdır. Yəni, bu açıq bucağı çəkək buradan. AOB açıq bucaqdır, yəni 180 dərəcədir. CO perpendikulardır AB-yə. CO AB-yə perpendikulardır, yəni bura 90 dərəcədir. Deməli, şəklimiz bu formadadır. A, O, B. Bura 90 dərəcədir. Bura 90-dırsa, ümumi açıq bucaqdır. Açıq bucaq 180-dir. 180-in qonşusu, baxın, mən bunu sildim. Deməli, bunu silsək, baxın, bura 90-dırsa, bunun qonşu bucağı 180-dən 90 çıxanda burada olur 90 dərəcə. Yəni, AOC 90 dərəcədir. İndi buradan bir daxili şüa çəkilibdir, OD. OD daxili şüası çəkilibdir, OD. Və deyir ki, DOC 25-dir. Bura isə 25 dərəcədir. Axı, bura 90 dərəcə idi. Bizdən də buranı istəyir AOD-ni. 90-dan çıxaram 25-ini, qalır bura 65 dərəcə. 90-dan 25-in çıxdı, qaldı 65 dərəcə. Təkrar edirəm, bura 90 dərəcədir, bu da 25-dir. 90-dan 25 çıxırıq ki, onun digər bucağı tapaq. 65 olacaq burada C variantı. 60. Kəsirini ixtisar edin. M kvadratı çıx 5M-in, 5N çıx 5M. Bunu belə yazıq. Gəlin M kvadratı çıxılsın, sonra M-ni yazıram. M-ni yazıram. Üstə gəl 5M, sonra isə çıxılsın 5N-i yazıram. Bu şəkildə 2-2 qruplaşdıram. Məxrəcdə 25 5-in kvadratı, 5-in kvadratı çıxılsın M-in kvadratı şəklində yazıram. Ortaq vuruq. M kvadratı çıx M-in. M-i ortaq vuruq kimi çıxardıram. M-i ortaq vuruq kimi çıxardığında burada qalacaq M, çıxılsın, burada isə N. Üstə gəl, 5-i ortaq vuruq kimi çıxarsam, burada qalacaq M minus N. Bölünsün. Məxrəc hələ ki qalsın, 5-in kvadratı çıxılsın, M-in kvadratı bərabərdir. Ortaq vuruq M minus N-dir. M minus N-i ortaq vuruq kimi çıxardırıq. Burada qalır M. Üstə gəl, burada qalır 5. Bölünsün. Məxrəclə kvadratlar fərq edir. 5 minus M, 5 plus M. A kvadrat çıx B kvadratdır. A çıx B, A plus B şəklində açırıq. Bunlar ixtisar getdi. Qaldı M çıx N, bölünsün 5 minus M. B variantı. 61. 3 vurulsun x minus 2 bərabərdir 6 tənliyini həll edin. Sadə bir tənlikdir. Məchul vuruğu tapmaq üçün hasili məlum vuruğa bölürük. 6-nı 3-ə bölürük 2. X bərabərdir. Mənfi 2-ni sağa keçirək. Plus 2. X bərabərdir 4. C variantı.
62. Tənliklər sistemindən x-i tapın. Sadə tənliklər sistemidir. Altta da toplayırıq. 2x-la x-i toplayırıq. Eləyir 3x. 3x. 2x-la x topladıq 3x. Mənfi y-lə müsbət y toplayıram 0. Bərabər 0-ın altını toplayıram 6. X bərabərdir 6-nı 3-ə bölsəm 2. Elə bizdən x istəyirdi. Cavab da olur 2. 63. Hansı nöqtə y bərabərdir mənfi 2x plus 6 funksiyasının qrafiki üzərindədir. Yerinə qoyuruq x, y. Məsəl üçün, bu variantlardan biri, yəni bunun üzərində olan çox nöqtə ola bilər. Sadəcə variantlardakilardan deyir hansı bunun üzərindədir, yəni buna aiddir. A variantına baxaq, 6, 0 nöqtəsidir. Bu bizim x-imizdir, bu bizim y-imizdir. X-in yerinə 6 yazırıq. Mənfi 2 vurulsun 6, üstəgəl 6. Bərabərdir 0. Mənfi 12, üstəgəl 6, 0 eləmir. Deməli, bu A variantı doğru deyil. 4 qoyaq. Mənfi 2-ni vururam 4-ə, üstünə gəlirəm 6-nı. Bax, x-in yerini 4 yazıram. Mənfi 2 vur 4, üstə gəl 6. Bu edir mənfi 8 plus 6, mənfi 2 edir, 9 eləmir. Onda B variantı da deyil. C variantına baxaq. X-in yerinə mənfi 3 qoyuram. Görək 0 alınacaqmı? Mənfi 2 vurulsun, x-in yerinə 3 yazıram, üstə gəl 6. Mənfi 2-ni 3-ə vuranda mənfi 6 üstə gəl 6, bəli, 0 elədi. Yəni, x-in yerinə mənfi 3 qoyanda y 0 alındığı üçün elə C variantı bunun üzərindədir. Digər variantları da yoxlayaq. Deməli, x-a mənfi 5 verək, görək y 16 alınacaqmı? Mənfi 2 üstə gəl, mənfi 5 üstə gəl 6. Bu edir müsbət 10 üstə gəl 6. 16, bu doğru oldu. Burada üzr istəyirəm, bu mənfi... Bircə dəqiqə. Bu mənfi 3-dür. Mən müsbət 3 yazmışam. Üzrlüslər, burada səhv getdi. Mənfi 2-ni mənfi 3-ə vuranda müsbət 6 edir. 6-nın 6 gələndə 12 edir. C variantı səhvdir. Yaxşı ki, digər variantlara da baxdıq. Mexanika səhv gedəcəkdir orada. Deməli, mənfi 2-ni mənfi 5-ə vuranda müsbət 10, üstə də 6 gələndə 16. Elə bu da doğru variant D variantıdır. Mən təkərdən burada çaşıb mən mənfi 3-ü görmədim, müsbət 3 qoydum yerinə. Mənfi 3-dür bu. Mənfi 2, x-in yerinə mənfi 3 qoyuruq. Mənfi 2 vur mənfi 3, müsbət 6, üstündə 6 gələndə 12. Y variantında 0, 5-i qoysaq, 0 qoysaq, mənfi 2 vurulsun 0 üstə gəl 6, 0 plus 6 eləyəcək 6. 5 eləməyəcək. Deməli, burada doğru variant D variantıdır. Əkob 18, 36 üstə gəl, əbob 10, 11 cəmini hesablayın. Burada yəni bu şəkildə sadə vuruqları ayırmaqla hesablama ehtiyac yoxdur. Çünki əbobda, əkobda belə bir qayda vardır. Əgər bir ədəd digərinə bölünürsə, əkobda və yaxud da əbobda, baxın 36 18-də bölünür. 36 18-də bölünürsə, əkob elə 36 olur. Əgər əbob istəsə bunun 18-dir. Bir ədəd digərinə bölünürsə, əkob böyük ədəd bölünən, əbob kiçik bölən olur. Bunun cavabı 36-dır. Üstə gəl. 10 ilə 11 ardıcıl ədədlərdir. Ardıcıl ədədlər həmişə qarşılıqlı sadə olur. Yəni 10, 11 qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əbobu isə 1-ə bərabərdir. 36 üstə 1 gəlirik, 37. Burada olacaq Y variantı. Yenə təkrar bir ədəd digərinə bölünürsə, əkob, yəni əkob nə deməkdir 18-dən 36-nın əkobu? Həm 18-ə, həm 36-ya bölünən ədəd. O ən kiçik ədəd. 36 və 18-ə bölünən ən kiçik ədəd elə 36-nın özüdür. 65. X bölünsün 5 bərabərdir 21 bölünsün 15 tənasübdən x-i tapın. Çarpaz vururuq. 15-i çarpaz vururuq x-a 15x bərabərdir 5-i çarpaz vururuq 21-ə. Deməli, x bərabərdir 5 vurulsun 21-i bölməliyik 15-ə. X əliyək 5-i 5-ə 1, 15-i 5-ə 3. 21-i 3-ə bölsək 7. Cavab olur C variantı. 66. İlk 10 natural ədəddən təsadüf seçilmiş birinin sadə olması ehtimalı tapın. İlk 10 natural ədədimiz hansılardır? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. İlk 10 natural ədədlər bunlardır. Yəni, bunların içərisində biz sadələr seçməliyik. 1 nə sadə, nə mürəkkəbdir. 2 sadədir, 3 sadədir, 5 sadədir, 7 sadədir, 8, 9, 10, heç biri sadə deyil. İlk 10 natural ədədlər içərisində 10 dənə ədəd var. Onun 4-ü sadədir. İxtisarləsə 5-də x-i. Y variantı. 10 ədəddə mümkün halların sayı 10-dur. Əlverişli hallar sadə ədədlərdir. O da 4-dür. 10-dakı ixtisarləndə 5-dəki Y variantı. 67-ci sual. Deməli, 67-ci sualda ABO 22 dərəcədir. Bu buranı verir bizə 22 dərəcə. Bura 22 dərəcədir. ASO 28 dərəcədir. ASO 28 dərəcədir. O çevrənin mərkəzidir. Yəni, bu mərkəzi bucaqdır. BAC-ni tapın. BAC olsun x. Bu da daxilə çəkilmiş bucaqdır. Daxilə çəkilmiş bucaq x-dırsa, daxilə çəkilmiş bucaq x-dir. Mərkəzi bucaq olacaq 2x. Çünki mərkəzi bucaq daxilə çəkilmiş bucağın 2 qatıdır. BAC daxilə çəkilmiş bucaqdır. Daxilə çəkilmiş bucaq x-dir, mərkəzi bucaq olur 2x. Və burada belə bir qayda var idi ki, budaqdakı bucaqların cəmi, yəni x üstə gəl 22, üstə gəl 28 bərabərdir 2x-a.
Bu daxildəki bucaqların cəmi C, A, B. Bunların cəmi bu xaricdəki 2x-ı verir. Deməli, 22-dən 28-i toplasaq eləyəcək 50 bərabərdir. X-ı sağa keçib 2x-dan çıxsaq x. Cavab olur 50. 68. Tərəfi 12 olan kvadratın perimetrini tapın. Kvadratın tərəfi 12-dir, bizdən perimetrisi. Perimetri 4A-dır. Yəni 4-ü vururuq 12-yə 48. Kvadratın perimetri olacaq 48, D variantı. 69. 56 vurulsun -15 bölünsün 14, 20 çıxılsın, 5-i 10-a vursaq 50. 20 vurulsun 50. Deməli, burada 56 ilə 14-ü ixtisar elə bilərik. 14-ü 14-ə 1, 56-ı 14-ü 4 dəfə düşür. Deməli, sözdə qalır 4 vurulsun -15 bölünsün. 20-dən də 50-ni çıxanda -30 eləyir. 20 çıx 50 -30 bərabərdir. -15 ilə də 30-u ixtisar aparsaq, qalacaq deməli, -30-u -15-ə bölündə müsbət 2 qalır. 4-ü də 2-yə bölsək, eləyəcək cavab 2. İfadənin qiymətini tapın 2. 70-ci sual. C vurulsun x plus y çıxılsın, D vurulsun x plus y çoxazını vuruqlara ayırın. Ortaq vuruq burada x plus y-dir. X plus y-i ortaq vuruq kimi çıxardırıq. X plus y ortaq vuruq kimi çıxardırıq. Burada qalır C çıxılsın, burada qalır D. X plus y vurulsun, C minus D. Bu A variantına uyğun gəlir. X plus y vurulsun, C minus D. 71. ABC çoxluqları üçün A kəsişmə B çıx C-ni tapın. A ilə B-nin kəsişməsini tapmalıyıq əvvəlcə. A ilə B-nin kəsişməsi, yəni A ilə B-nin ortaqları 1-dir, 2-dir kəsişmə, 1 də 5-dir. Qalanlar 4, 6, 0, 3 ortaq deyil. A ilə B-nin kəsişməsi deməli 1, 2 və 5-dir. İndi biz bundan çıxmalıyıq C-nin elementlərini. C-nin elementlərini çıxandan sonra baxaq nə qalır. 1 C-nin elementidir. Bax, 1 C-də var. 1-i çıxırıq C-nin elementini. 2, 5 yoxdur. Qalır 2, 5. Deməli, bax, bu çoxluqdan A ilə B-nin kəsişməsi C-ni çıxmalıyıq. Deməli, 1 var. C-nin elementi 1-dir. 1-i çıxırıq. 2, 5 yoxdur C-də. Qalır yerdə 2, 5. B variantı. 72. Bu şərti ödəyən iki rəqəmli AB ədədini tapın. AB üstü xəttin açılışı 10A üstəgəl B-dir. Üstəgəl BA üstü xəttin açılışı isə 10B üstəgəl A-dır. Bərabərdir 88 vurulsun A minus B. 10A üstəgəl A eləyir 11A üstəgəl B üstəgəl 10B 11B. Bərabərdir 88 A çıxılsın 88 B. Mötərizəni vurub bastıq. A-ları bir tərəfə, B-ləri bir tərəfə keçirik. 11B mənfi 88B-dir. Sola keçirsəm üstəgəl 88B bərabərdir 88A müsbət 11A-nı sağa keçirsəm mənfi 11A. Eləyəcək bunları toplayanda 99B bərabərdir. Bunlara çıxsaq 77 A-ya. 11-ə bölsək hər tərəfi 9B bərabərdir 7A. Buradan B bərabərdir 7 olur. A bərabərdir 9 olur. AB ədədini istəyir, olacaq 97. A 9-dur, B 7-dir. AB üstü xətt olur 97. 73. Qarşı təpələrindən biri koordinat başlanğıcında, digəri isə 8, -8 nöqtəsində olan kvadratın sahəsini tapın. Deməli, kvadratın bir təpə nöqtəsi deyir koordinat başlanğıcında, biri isə x-ı 8-dir, burası 8, y isə -8. 8, -8 nöqtəsi isə buradadır. Baxın, burada belə bir kvadrat alınır. Deməli, bu belə bir kvadratdır. Bizdən bunun sahəsini istəyir. Aydın görünür ki, burada kvadratın tərəfi 8-dir. Buradan bura qədər məsafə 8, tərəf 8-dir. A bərabərdir 8-ə. Kvadratın sahəsini istəyir. Kvadratın sahədə üstür A kvadratıdır. 8-in kvadratı eləyəcək 64. Kvadratın sahəsini tapın, cavab 64. 74. İfadəsinin qiymətini hesablayın. 2-ni mötərizənin içinə vurub açaq hədbət. 2-ni bax bu ifadəyə vursam, 2-lər ixtisar gedəcək, qalacaq 2 tam %85-in kvadratı üstəgəl. İndi 2-ni vururuq ikinci həddə. 2-yə vuranda yenə bu 2-lər ixtisar gedəcək, qalacaq 7 tam %15-in kvadratı üstəgəl. İndi 2-ni vursaq üçüncü həddə eləyəcək 2 vurulsun 2 tam %85 vurulsun 7 tam %15. Bərabərdir A kvadratı üstəgəl B kvadratı üstəgəl 2A. Yəni bu bizə A üstəgəl B-nin mötərizə kvadratını verir. 2 tam %85 üstəgəl 7 tam %15-in mötərizə kvadratı. 2 tam %85 üstəgəl 7 tam %15 bizə verəcək deməli 10. 10-un kvadratı olacaq 100. Cavab 100. 75.
x vurulsun y bərabərdir 6, y vurulsun z bərabərdir 18 olarsa x, y, z cəminin kiçik qiyməti tapın. X, y, z natural ədəddir. Hansı iki ədədin hansını natural eləyər? 1 ilə 6-nın, 1 də 2-nin 3-ü. Başqa bir natural ədəd yoxdur ki, hasılı 6 eləsin. Ya 1 6-dır, ya 2 3-dür. Bu şərtlər daxilində baxaq hansını yazsaq daha düzgün olar. Deməli 1 bunu, 6 bunu götürürəm. 6 y-lər ortaqdır deyə y-i 6 götürdüm. 6-nı da 3-ə vursam 18 eləyər. Yəni x1, y6, z-də 3. Y 6 götürəndə 6-nı 3-ə vuranda 18 eləyəcək. Bunların cəmi eləyər. Deməli 10. Bu halda cəmimiz 10-dur. 2 3 götürsək, 2 3 götürsək 2 3, y olsun 3. 3'ü 6'ya vuranda 18. Burada artıq cəm çox olur. 2 plus 3 plus 6 bu 11 eləyir. Bir də belə ola bilər. 3 2 bu da 2. 2'ni də 9'a vuranda 18. Burada isə 3 üstə gəl 2 üstə gəl 9 olacaq. 5 5'in 9 14. Deməli cəmin ən kiçik qiyməti 10 olur. Cəmin ən kiçik qiymətini tapın 10. 76 bərabər tərəfli element üçbucağının sahəsi bərabər, deməli bir dənə bərabər tərəfli üçbucaqdır. L, M, N üçbucağı. Bir də ABC üçbucağıdır. A, B, C üçbucağı. Deyir bu elementin sahəsi ABC-nin sahəsindən 16 dəfə ABC-nin perimetri 9 olsa elementin üçbucağının tərəfini tapın. Deməli ABC, bax bunun perimetri 9'dur. 9'u bölərəm 3'ə, bərabərdir 3. 3 tərəfi var da A'dır hamısı. A'dır. Yəni 3A bərabərdir 9'a, A da bərabərdir 3'ə. Bunun tərəfi 3'dür. Oxşarlıqla da getmək olar bunu və yaxud da sahəni tapıb o cürdə tapmaq olar. Bütün bərabər tərəfli üçbucaqlar oxşardır. Oxşar üçbucaqların da sahələrin nisbəti tərəflərin nisbətinin kvadratına bərabərdir. Yəni S1 bölünsün S2 bərabərdir A1 bölünsün A2'nin kvadratına. Bu şəkildədir. İndi deyir ki, ABC-nin sahəsi, elementin sahəsi ABC-dən 16 dəfə böyükdür. Yəni SLMN bölünsün SABC bunların nisbətidir. Bu nisbət 16'ya bərabərdir. 16'ya bərabər. Bu bundan 16 dəfə böyük olduğu üçün. 16 bərabərdir A1 böl A2'nin kvadratına. Onda A1 bölünsün A2 bərabərdir 16 4'ün kvadratıdır. A1 bu elementin tərəfi idi. Bu isə ABC-nin tərəfidir. A2 də. ABC-nin də tərəfi neçədir? Bizdə 3'dür. A1 də bərabərdir 3'ü 4'ə vuraram 12. Tərəfini tapın 12. Yəni bunların sahələr nisbəti sahə k kvadratda. K kvadratı 16'dır. Sahələr nisbəti 16'dırsa tərəflərin nisbəti 4 olmalıdır. Yəni əgər bunun sahəsi bundan 16 dəfə böyükdürsə, bunun tərəfi bundan 4 dəfə böyük olmalı. Çünki 16 4'ün kvadratı. 3'ü də 4'ə vuruq birbaşa da 12 tapa bilərsiniz. Və yaxud da ikinci bir üsulda belə də yazmaq olar bunu. Deməli bu element üçbucağıdır. L, M, N üçbucağı. Bu da ABC üçbucağıdır. ABC üçbucağının deməli perimetri 9 idi. 9'u böldük 3'ə, tərəfini tapdıq 3. A 3'dür. Bərabər tərəfli üçbucağında sahə düsturu S bərabərdir A kvadratı kökdə 3 bölünsün 4'dür. A 3'dür. 3'ün kvadratı 9 kökdə 3 bölünsün 4'dür. Aha, indi deyir ki, elementin sahəsi bunun 16 dəfə böyükdür. Onda bu SABC-nin sahəsidir. S, L, M, N bərabərdir. 9 kökdə 3 bölünsün 4'ü vururam 16'ya. Çünki deyir ki, bunun sahəsi bunun 16 dəfə böyükdür. 4, 4'ü 9'a vursam 36 kökdə 3. Deməli, bunun sahəsi oldu 36 kökdə 3. Tərəfinə bir x desəm, bunun sahəsi olacaq deməli. S, L, M, N bərabərdir. X kvadratı kökdə 3 böl 4. Bərabər tərəfli üçbucağın sahə düsturudur. X kvadratı kökdə 3 böl 4'ü 36 kökdə 3'ə bərabər edirəm. Köküçlər x-lar gedir. X'in kvadratı bərabərdir 4 vurulsun 36. X da bərabər 4 2'nin 36'da 6'nın kvadratıdır 12. Hər iki üsulla da yazmaq olar. 77. X bərabərdir 5 çıx 2 kökdə 6. Y bərabərdir 5 plus 2 kökdə 6 olduqda x, y bölünsün. X plus y ifadəsinin qiymətini tapın. Deməli, sürətdə bunların hasilini yazırıq. 5 minus 2 kökdə 6 vurulsun. 5 üstə gəl 2 kökdə 6'ya. Aşağıda da x plus y yazırıq. Yəni 5 minus 2 kökdə 6'nın üstünə gəlirik 5 plus 2 kökdə 6'nı. 5 plus 2 kökdə 6'nı. Bunlar islah olur. Məxrəcdə qalır 5 plus 5 10. Sürət də A çıx və A plus B'dir. Bizə kvadratlar fərqini verir. 5'in kvadratı çıxılsın 2 kökdə 6'nın kvadratını. 5'in kvadratı 25 çıxılsın 2'nin kvadratı 4. Kökdə 6'nın da kvadratı 6. Bölünsün 10. O da bərabərdir. 25 çıx 24 1 eləyir. 1 bölünsün 10. O da 0,1 eləyir.
Cavab 0,1. 78. 2 yeşikdə birində 50 kiloqram qənd var birlikdə. Birinci gün hər gün birinci yeşikdən 3 kiloqram, ikincidən 2 kiloqram qənd götürdülər. 6 gündən sonra yeşikdə qalan bərabər miqdarda qənd qalır. Əvvəlcə birinci yeşikdə neçə kiloqram qənd var idi? Məsələni tənlik və tənklər sistemi qurmaqla həll edin. Yəni tənliklə də yazmaq olar, tənklər sistemi ilə də yazmaq olar. Belə edək. Deməli, birinci yeşikdə x kiloqram meyvə varsa, bax bu olsun birinci yeşik, bu olsun ikinci yeşik. Birincidə x qədərdir, ikisində də 50-dir. Onda burada olacaq 50 minus x qədər tənlik qurmaqla yazıram mən. Tənliklər sistemi qursanız x plus y bərabərdir 50 yazacaqsınız. Deməli, birinci yeşikdə x qədər qənd var, ikisində cəmi 50 var. Onda 50-dən x çıxanda ikinci yeşikdə 50 çıx x qədər qənd olur. Deyir, birincidən 3 kiloqram götürülür hər gün, ikincidən 2 kiloqram. Və 6 gündən sonra 6 gündür, 6 gün keçib və hər gün 3 kiloqram götürülüb birincidən. 6 vuruş 18. Birincidə x qədər qənd var. 6 gün ərzində 6 vuruş 18 qədər qənd götürülübdür. Hər gün 3 kiloqram, 6 gündə 6 vuruş 18 kiloqram qənd götürülüb burada. İkinci yeşikdə 50 çıx x kiloqram qənd var və hər gün 2 kiloqram qənd götürülüb. 6 günün hərəsində 2 kiloqram, 6 vurur ki 12 kiloqram da buradan götürülübdür. Və 6 gündən sonra burada bu qədər qənd qaldı, ikinci yeşikdə bu qədər qaldı və qalan qəndlər sayı miqdarı bərabər oldu. Ona görə bunları bərabərləşdirdik. Bunu tənlik qurduq. Aha, birinci yeşikdə nə qədər qənd var idi? Birinci yeşik x istəyir bizdə. Mənfi x sola keçirəm, olur müsbət x. 50-dən 12-nə çıxanda deməli eləyir 38. Bu mənfi 18-i sağa keçirəm, üstə gəl 18. 2x bərabərdir 38 ilə 48, 18-i toplayırıq, eləyir 56. X də bərabərdir 28-ə. 79. Satıcı şarı birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Satış zamanı 5 şar partlamışdır. Və o bu deyir, bütün şarların alqa-satqısından 6 manatdan çox gəlir əldə edərsə ən az neçə şar alıb satmışdır. Tutaq ki, x dənə şar alıbdır. X şar alıbdır və hərəsini 12 qəpiyə. X şarın hərəsi 12 qəpikdən 12x qəpik pul eləyir. Deməli, x dənə şarım var, hərəsini 12 qəpikdən almışam. Yəni, mən nə qədər pul xərcləmişəm bu şarları almağa? 12x. Bu mənim şarları almağa xərclədiyim puldur. İndi satış zamanı 5-i partladı şarın. X şarım var, 5-i partladı. Nə qədər qaldı? X çıx 5. 5 dənəsi partladı. 5 partladı, yerdə qaldı x çıx 5. Bu yerdə qalan x çıx 5 şarı 15 qəpiyə satmışam. X çıx 5-i vuram 15-ə, satışdan aldığım pul eləyir bu. Yəni, bu qədər qiymətə aldım, almağa bu qədər pul xərclədim. Satmağa isə bu qədər pul xərcləmişəm mən. Gəlir də nədir? Deyir, gəliri 6 manatdan çoxdur. Yəni, satışdan aldığım puldan çıxıram, verdiyim pulu. Yəni, 15 vurulsun x minus 5-dən, bu mənim bu qiymətə satmışam. Satdığım qiymətdən çıxıram, aldığım qiyməti bu mənim gəlirim eləyir. Bax, bu gəlir deyir, 6 manatdan çoxdur. 6 manat da 600 qəpik demək. Çünki bunlar qəpikdir. 15x minus 75 çıxılsın 12x böyükdür 600-dən. 15x-dan 12x-i çıxırıq, 3x böyükdür, 75 sağa keçirik 675-dən, x də böyükdür, 3-ə bölsə 2, 2, 15, 3-ə 5, 225-dən. 225-dən böyük ən kiçik ədədim də olacaq 226. Bu da cavab 226. 80. Düzbucaqlı üçbucağın, düzbucaqlı üçbucaq çəkirik. Katetlərinin biri digərinin 2 cm böyükdür. Biri x-dırsa, biri də 2 cm x plus 2-dir. Hipotenuzun da 2 cm kiçikdir. Bax, deyir ki, bu katet bundan 2 cm böyükdür. Bu katet hipotenuzun 2 cm kiçikdir. Onda hipotenuz bundan 2 cm böyük olacaq. Yəni x plus 4 olacaq. Üçbucağın hipotenuzunu tapın. Pifaqor teoremi. X-in kvadratı üstə gəl. Katetlərin kvadratlarının cəmini hipotenuzun kvadratına bərabər eləməliyik. X kvadratı üstə gəl. X kvadratı üstə gəl. 4x üstə gəl. 4 bərabərdir. X kvadratı üstə gəl. 8x üstə gəl. 16. Müxtəsərin açırıq. Bununla bunun bir islah olacaq. X kvadratı üstə gəl 4x üstə gəl 4. Sağdakı 8x-dən 16-nı keçirirəm sola, bərabərdir 0. X kvadratı minus 4x, 4-dən 16-nı çıxanda mənfi 12 bərabərdir 0. Viye teoreminə görə yazacaq x1 plus x2 bərabərdir. İkinci əmsalın əksi müsbət 4. x1 vur x2 isə mənfi 12-dir. Olacaq deməli 6 ilə mənfi 2. 6-nı mənfi 2-yə vuranda mənfi 12 topyanda müsbət 4 edir. X də olar 6. Bu üçbucağın hipotenuzunu tapın. Hipotenuzumuz da x plus 4'dür. X plus 4 bərabərdir 6 plus 4. O da bərabərdir 10'a. Hipotenuzumuz olacaq 10. 81. Şəkildə verilən fiqurda BS parçası
Burada yəqin ki, deməli BC parçası mərkəzi O nöqtəsində olan yarımçevrənin diametridir. Bu yarımçevrədir. BC bunun diametridir. BC qövsünün uzunluğu 4 pi'dir. BC yarımçevrədir. Yarısı 4 pi'dirsə, onda bütöv çevrəmiz olacaq 8 pi. 8 pi. Bu yarımçevrədir. Yarısı 4 pi'dirsə, bu yarısı da 4 pi'dir. Onda bütöv çevrəmiz olur 8 pi uzunluğu. AO 6'dır. AO. Buranı verib bizə 6. AB bərabərdir AC, yəni bu üçbucaq bərabər yanlı üçbucaqdır. Fiqurun sahəsini tapın. Bu əvvəlki illərdə 11-lərin buraxılış imtahanı sualı olubdur. İndi 9'lara salıblar. Deməli, topluda da var bu sual. Çevrənin uzunluq düsturu 2 pi r-dir. Bərabər eləyirik 8 pi-yə. R bərabər pi'lər gedir. 8'i 2'yə bölündə 4. R radiusu bura 4'dür. Deməli, biz bu fiqurun sahəsini tapmaq üçün yarım dairənin sahəsinin üstünə üçbucağın sahəsini gəlməliyik. Deməli, S dairə böl 2, yəni yarım dairə. Dairənin sahəsi pi r kvadratdır, onu böləcək 2'yə. Bu dairənin sahəsini 2'yə bölürük. Bax, biz haranı hesablamaq üçün, bax bu yarım dairəni hesablamaq üçün. Yarım dairənin sahəsini hesablayırıq biz. Pi vurulsun, radiusumuz 4. 4'ün kvadratı 16 böl 2 eləyir 8 pi. Yarım dairənin sahəsi 8 pi'dir. S üçbucaq ABC. İndi ABC üçbucağının sahəsini hesablayaq. Üçbucağın da sahə düsturu AH bölünsün 2'dir. AH bölünsün 2. Bunun tərəfi 4'dür. 4, 4, 8. Daha doğrusu tərəfimiz 8'dir. A bərabərdir 8'dir. Hündürlüyü isə 6'dır. Bərabər yanlı üçbucaqda bu mediandır, tərəfi yarı bölübdür də. ABC bərabər yanlı üçbucaqdır. Bu median həm də hündürlüyü olur. Bərabər yanlıdır. Ona görə hündürlüyü də 6'dır. 8 vur 6 bölünsün 2. 48 bölü 2 eləyir 24. Üçbucağın da sahəsi 24'dür. Onda üçbucağın sahəsinin üstə gəlir dairənin sahəsi 24 plus 8 pi eləyir. Bu şəkildə qalır fiqurun sahəsi. Bu qədər.